Şiənin gənc nəsli dünyada ən savadlı, ən imanlı, ən zirəng cavanlar olmalıdır. Həzrət bu qısa həyatında güclü və agah, bəsirətli möminlər tərbiyələndirdi. Çox mühüm məsələdir. Biz gərək gənclər yetişdirək. Gənc nəsli mömin, dindar tərbiyələndirə bilək. Çox mühümdür. Allah bizlərə övlad nəsib eləyir, gənc nəsillər verir bizə. Şiənin gənc nəsli dünyada ən savadlı, ən imanlı, ən zirəng cavanlar olmalıdırlar. Hər sahədə. Həkimdir, ən savadlı həkim olmalıdır. Texnikdir, ən gözəl texnik olmalıdır. Xülasə, hər cəhətdən Şiənin gənc nəsli ən savadlı, ən zirəng və ən dindar və Allahdan qorxan olmalıdır. Bizə düşən budur ki, biz gənc nəslimizi, övladlarımızı mömin və dindar tərbiyələndirə bilək. Onlara bəsirət verək. İmam Həsən Əskəri əleyhissalam o qısa imamət dövründə bunu bacardı. O qədər sıxıntılara, məhdudiyyətlərə rəğmən Həzrət vəfalı, etibarlı, bəsirətli, agah möminlər formalaşdırdı, tərbiyələndirdi.